ABŞ prezidenti Donald Trump noyabrın 21-də telefon danışığında Venezuela prezidenti Nicolas Maduro'nun bir həftə ərzində ölkəni tərk etməsini tələb edib. Yenavaz.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla Reuters agentliyi məlumat yayıb. Onun mənbələrinə görə liderlərin söhbəti 15 dəqiqədən az davam edib. Bu müddət ərzində Trump Maduro'ya ailəsi ilə birlikdə Venezuelanı tərk etmək və seçdiyi istənilən istiqamətə getmək üçün bir həftə vaxtının olduğunu deyib. Qeyd olunub ki, bu müddət noyabrın 28-i cümə günü başa çatıb. Nəticədə Trump noyabrın 29-da Truth Social'da yazıb ki, bütün hava yolları şirkətləri, narkotik və insan alverçiləri Venezuela üzərindəki və ətrafındakı hava məkanını tamamilə bağlı hesab etməlidirlər. Agentliyin məlumatına görə Maduro ailə üzvlərinə ABŞ-nin bütün sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi amnistiya veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib. Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı məhkəmələrin dayandırılmasını və ABŞ-nin 100 Venezuela rəsmisinə qarşı sanksiyalarının ləğvini tələb edib. O, həmçinin bildirib ki, Venezuelanın icraçı vitse-prezidenti Delcy Rodriguez yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir. Mənbələrə görə Trump Maduro'nun tələblərinin çoxunu rədd edib. Agentliyin məlumatına görə Maduro'nun Venezuelada mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər. Qeyd edək ki, noyabrın 30-da Trump Maduro ilə danışdığını təsdiqləyib. Lakin o təfərrüatlar barədə məlumat verməyib. Xatırladaq ki, CNN-in məlumatına görə Maduro 18 aydan tez olmayaraq vəzifədən getməyə hazır olduğunu bildirib. Telekanal iddia edir ki, bəzi Amerika rəsmiləri Venezuela liderinin təklif etdiyi ssenarini böhranın mümkün həlli kimi qiymətləndirib. Lakin Ağ Ev Maduro'nun dərhal istefasını tələb etmək qərarına gəlib.